Abdulova Bahar, Şəhid Rafailin anasıyam. 5 dənə oğul evladım olub. 5 dənə evladım olub. Onlardan birinci, nə bilim, çox belə mehriban uşağı idi, çox. O qədər uşaqlarla, dostdaşlarıyla, uşaqdılar da, qonşularla belə yola gediblər. Gediblər Sumqayıtda 3 nömrəli məktəbdə, 2-ci mikrorayonda 3 nömrəli məktəb vardı. Bax, orada oxuyurdular. Qardaşları ilə gedirdilər. Biri hazırlığa gedirdi, biri 1-ci sinifə gedirdi. O qədər onlar razı idilər ki, məktəbdəki oxuyan uşaqlar, müəllimlər, Rafail uşaqları da buradan yığırdılar, avtobusla götürüb yedirdilər, 3 nömrəli məktəbdə oxuyublar. 8-i qutaran kimi, o vaxtlar vəziyyət çox çətin idi də, biz heyvanat saxlayırdıq, eləyirdik. O da 8-əcən oxudu, ondan sonra getdi uçilişdə oxudu. Burada Ceyranbatanda uçiliş vardı, getdi orada oxudu. Biz neçə illərdə elə bax burada yaşamışıq. 90-cı ildə bizə ev verdilər, amma biz köçmədik oraya ki, burada şəraitim buradaydı deyənə, köçmədim ki, daha uşaqlar da oxuyur. 20 yaşında getdi əskərlik. Bunu qeydiyyatımız oraydı deyənə, burada qeydiyyatımız yox idi. Bura tapa bilmirdilər buranı ki, bunu çağırsınlar. Özü dayanmadı. Dedi ki, yox, mən getməliyim. Onda da getdi, 2 il rüzgar, o küzülümlə əskərlik elədilər onlar. Abdullah Müşahil Eynullahoğlu, özüm 1976-cı ildə anadan olmuşam Sumqayıtda. Şəhid Rafailin qardaşıyam mən. Yəni, hər zaman belə mehriban olub bizimlə. Yaxşı qardaş olub, məndən 1 yaş böyük olub. Yəni, aramızda düz 1 yaş fərqimiz olub bizim. 75-ci təvəllüd o da, 76 mənəm. Eyni vaxtda elə bir ki, o məndən 1 il qabaq gelmişdi. Haradasa, deyəsən, 1 il fərqimiz vardı getməyində. Mən olmuşam Tərtər bölgəsində. O da Murov dağda olub. Onu elə bir ki, hər zaman mən oradan baxırdım. Elə bir ki, oradan Murov dağı görsənirdi də. Orada müəyyən əskərlər vardı, biraz çox belə narahat idilər, biraz çətinlik var idi. Yəni, biraz onlar çox narahat idilər ki, bura biz üçün çətindir, belə deyil. Göründü, biz buradayıq. Bizdən də, məsəl üçün, bizim qardaşlarımız var. Murov dağında nə əziyyətlər çəkir, yəni qarın soğuğunun içində. Yəni, biz elə şükür eləyək ki, burada biz üçün çox yaxşıdır, məsələn, ora baxanda. Yəni, hər zaman mən baxırdım, deyirdim ki, mənim qardaşım orada, yəni, ən ön zirvədədir. Mən ona həmişə fəxr eləmişəm. Yəni, onun ölümündən də heç mənim xəbərim də olmadı. Yəni, şəhid olan vaxtı heç mən bilmirdim. Heç mənə deməmişdilər. Mən özüm gəlib çatdıra bildim, güclə gəlib çatdırdım. Elə bir ki, mən gələndə onu dəfn eləmişdilər. Yəni, mənə çox pis təsir verdi. Mən neçə gün belə özümə gələ bilmirdim. Yəni, qəbul eləyə bilmirdim. Nə o şəhid olmağım, qəbul eləyə bilmirdim ki, belə bir şey ola bilməz. Xatirəmiz belədir ki, bir yerdə həmişə çalışmışıq ailədə. Yəni, o vaxtı bir çətin vaxtlar idi. Yəni, atam işləyirdi, anam işləyirdi. Yəni, biz özümüz 2 qardaş pastiyanı gedirik, məsələn, başqa yerlərdə işləyirdik, gəlib köməklik kimi. Yəni, ailəyə dəstək olurduq. Yəni, hər zaman bizi yığırdı, məsələn ki, gəlin bir yerdə çalışaq, 5 qardaş olmuşuq da. Çalışaq bir yerdə, yəni köməklik eləyək, yəni qalxaq ayağa. Amma belə şeylər var idi, məsələn, həmişə mehribançılığı var idi. Yəni, belə hər zaman seçilib də, yəni ki, burada 5 qardaşın içində, yəni həmişə seçilib o. O, sürücülük oxuyub, o vaxt 147 nömrəlidə. Hamısı bütün sənədləri, sübutları, yəni yarınki görmüşsünüz də. Bütün arzuları, yəni onun arzusu şofer olmaq idi. Ona hazırlaşırdı, 147 nömrəli oxuyurdu. Hamısını da aldı, bütün sənədləri də hazır idi. Qismət olmadı ona. Bütün onun arzuları hamısı yarımsız qaldı. Mən Şəhid Rafailin qonşusuyam burada. Mən bura gələndə mənim 20 yaşım var idi, mən bura köçəndə, Sumqayıtda gəlib köçəndə. Onda Rafailin 15 yaşı vardı, onlarla orta məktəbdə oxuyurdular. Mən onu həqiqətən, yəni şəhidliyin eşidəndə ki, Rafaili bəs şəhid olub, həqiqi mənada, yəni çox pis oldum, yəni. Xüsusən Sumqayıtda, yəni bunlar həm yaşıddılar, yəni Rafaildir, sonra Səfdar dayı deyən var, onun oğlu Emin, o da çox abırlı,
İsmətli uşaq idi. Mən məsəl üçün bunlarda avtobusa minərdim. Rafael Gil mənimlə aralarında biraz az yaş fərqi olmağına baxmayaraq, onlar bir də görərsin ki, dururdular ayağa, bölgəyə yer verirdilər. Allah Teala Quran-ı Kərimdə buyurur ki, sizin onlara ölü deməyin. Çünki onlar ölü deyirlər, onlar diridirlər. Yəni, həqiqi mənada ola bilər. İndi kimsə əqidə baxımından özü bilər, yəni hansı əqidədə necədir. Amma mənim əqidəmə görə şəhidlər Həzrəti İmam Hüseyin əleyhissalamdan qonşudular. Şəhidlik elə bir zirvədir ki, onu dərk eləmək üçün gərək İmam Hüseyin əleyhissalamın məktəbini oxuyasan. Yəni, o məktəbi gedəsən gərək. Mən şəhidlər xiyabanına, Sumqayıtda olan şəhidlər xiyabanına demək olar ki, həftədə 3 dəfə, 2 dəfə gedirəm. Mütəmadi hər gün həkimin məsləhətinə görə mən yürüyüş yürüyürəm, Sumqayıta gedirəm, amma demək olar ki, həftənin 3 günü hələ şəhidlər xiyabanından keçirəm. Ora gedəndə mən mütləq ki, o şəhidlərin hamısının yanına, hamısı demək olar ki, 1-ci Qarabağ müharibəsində olan şəhidlərin əksəriyyəti bizim həmyaşıdlardır, yəni 70-75 təvəllüdür. Rafaelin simasında ümumiyyətlə o şəhidlərə baxanda həqiqətən insan tam başqa bir, əgər yaşaya bilirsə, tam başqa bir dünyada olur. Allah rəhmət eləsin şəhidlərə. Mən Hüseyn Apana, Rafael rəhmətlinin qonşusuyam. Bir yerdə böyümüş idi o ilə mən. Uzun belə 20 yaşı vardı, əskərliyə aparmırdılar onu. Qonşular vardı, Zamin var idi, Ramiz var idi. Üç onlar yığıldılar ki, getdilər əskərliyə. Bu da belə oldu. Toyumda da iştirak eləyib. Toyumda ayaqüstü qəlib yaxşı iştirak eləyib toyumda. Elə uşaqlıqda elə fasiləyə qoyun qızlar atarmışıq, bir yerdə böyümüşük. Bunlar özləri 5 qardaş olublar. Böyüklər bu idi. Həm də boyuna görə seçilirdi, xasiyyətinə görə seçilirdi. Qardaşların içində seçilirdi. Mehribançılığı da var idi, belə böyük kiçik bilən idi, belə delivoyluğu da var idi yəni. Belə fağır uşaq deyildi. Mən Hüseyn İmam Əliyev, rəhmətli şəhid Rafael Avdulovun uşaqlıq dostuyam. Bir yerdə böyümüşük. Mehriban, gülərüz. Yeri gələndə də mərd oğlan idi. Dostluqda da, yoldaşlıqda da mərd idi. Allah ona rəhmət eləsin. Bir yerdə böyümüşük demək olar ki, elə məktəbə bir yerdə gedib gəlirdik. O 3 nömrəlidə oxuyurdu, mən 30 nömrəlidə Sumqayıtda oxuyurdum. Yəni avtobusla bir yerdə gedərdik. Gələndə elə vaxta salardıq ki, bir yerdə qayıdaq gələk avtobusla 2-15 dəqiqə işləmişlə. Yəni belə olub, bir yerdə eyvan otarardı. Axırıncı dəfə atası ilə anası gedmişdi Dağlıcan Gəncəyə. Səhər tezdən bizə dedilər ki, buradadır, vayankomatdadır. Durduq, getdik buradan, kəndin cəmaatda elə bizimlə bir yerdə. Getdik vayankomata, Sumqayıtın vayankomatına. Qar yağmışdı, soğuk qış günü idi. Ya yanvarın 27-si, 28-si, ya 29, belə günlər idi. Yanvarın axırları idi. Qar da elə əriməmişdi, elə yerdə qar var idi. Getdik vayankomata, bunda vayankomat, köhnə vayankomat dediğin 4-cü mikronda da qabaq poçtun yanındaydı, Devjurka tərəfdəydi. O vayankomata getdik. Biraz orada akü saldıqca dedilər, orada yoxdur, buradan sonra nəsə axır belə oldu. Şəhidlik də uca məqamdır. O zirvəyə yüksəlməyə yaradama qismət olmur. Sizə də Allah can sağlığı versin. Çox sağ olun ki, gəlib çəkirsiniz, işıqlandırırsınız belə şeyləri. Diqqətinizə görə çox sağ olun. Bu evin yanında özünə daş gətizdirdi, otaq tikdi ki, mən burada otaq tikəcəm, biraz da hündür elədi ki, padvallı eləyirəm, hündür olsun. Dedim, ay bala, bunlarla düz gəlməyəcək sonra ki, belə bir fərasətli uşaq idi. Hələ oxudular da, qutardılar, düzdür, məktəb qutarmadılar, instituta girmədilər. Ancaq 3 il oxudular, texnikum oxudular. Prekeşkülə düşmüşdü birinci. 6 ay burada qaldılar. 6 aydan sonra götürüb apardılar onları Şəmkirə. Şəmkirdən də böləndə getdi, düşdü Kəlbəcərə. Getdi, düşdü Kəlbəcər. Opskaya ki, gəlirdi mənziliyyətə gələndə deyirdi ki, ana, 3750 metr yolu biz dağı qalxırıq. 3750. Deyirdim, o nə qədər olur? Deyir ki, 3 kilometr yarım yolu biz Kəlbəcərdə qarların içinə, dağların arasından gedib biz o posta çatırıq. O posta da deyirdim, ay bala, o dağın başında nə var? Orada nə produkt yox bir şey. Deyirdi ki, birimiz 50
litr sarırkanı belimizə bağlayırıq kanistrinə. Birimiz odun aparırıq, birimiz produktumuzu aparırıq. Biz 10 gün gedib o dağın başında qalmalıyıq. Onu biz yeyib qutaranacan o bir partiya gəlirdi, sonra biz qayıdıb gəlirdik aşağı. Amma o yollarda məndən başqa tanıyan yox idi deyir. Həmişə deyir, məni birinci göndərirdilər ki, sən yaxşı tanıyırsan o yolları. Ölməmişdən qabaq gəldi. Gəldi, həyətə baxdı, o yana bu yana, deyir, adam heç gedmək istəmir. Bilirsən ki, o qədər zülüm çəkirdi ki orada. Adam heç gedmək istəmir. Düzdür, deyir, məndən başqa da oranı tanıyan yoxdur, o yolları qalxmaq üçün. Ancaq neynim gedim də. Yuxu ki görmədim, çıxırdım, mağazin vardı burada, o bir uşaq mağazin işlədirdi. Getdim onun yanına. Dedim ki, hə, gedəndə, səhər yoldaşım işə gedəndə, dedi, biraz produkt zadı al. Mikailin yanına gedim, heç olmasa, əlim daha Rafaelə çatmır. Rafael çox uzaqdır da, tərtər biraz bu yandadır. Gedik onun yanına. Mən də getdim mağazindən, corab aldım, nə aldım, bir-iki dənə şey şu aldım ki, bunun yanına gedəcək. Mikailin yanına gedəcək. İkisi də əskər idi də. Biri 9 ayda getmişdi, biri də il yarım idi. Ondan sonra gəldim, orada dayanmışdım, gördüm qaynımın qızı bizim evdə qalırdı. Orada yoldaşım vermişdi onlara ki, qardaşı uşaqlardı ki, gedin orada qalın özünüz üçün. İkisi də, iki qız, ikisi də orada qalırdılar. Gördüm, əlində bir məktub gətirdi, gəldi. Telegrama. Uşağımız 3 nömrəli hospitaldadır Gəncədə. Sən demə gəliblər oranı, bizim adres ki oradaydı, yəni 22-ci domda 17-ci mikrorayonda. Gətiriblər ora, çıxıblar yuxarı, deyib onlar burada yaşamırlar, Stansiya Sumqayıtda yaşayır. Daha deməyib ki, aşağıda uşağı gətirib gəliblər maşının içində. Xəbəri olmayıb. Deyib, hə, onlar burada yaşamır. Yaşamır, onlar da götürüb aparıb qoyublar uşağı morqa. Biz də mənə ki, telegrama gəlib çıxan kimi bura, mən də gəldim, qaça-qaça. Evdə tez çörək şeylədim, yoğurdum, xəmir yoğurdum. Toyuq qızartdırdım. Daha bilmirəm ki, nə götürüm, nə aparım, necə gedim. Şimdi gəldi işdən, uşaq getdi olsun, balaca gedər. O vaxt telefon o qədər yox idi, bir şey yox idi, hə. 97-nin, fevralın biri uşaq elə bir gətirmişik, uşağı, fevralın biri. Hardasa 27-si, 28-i ki, bizə telegrama gələndə, mən hazırlaşıb, həmən günü çıxmışıq buradan, gedmişik Bakıya, qar da buradan. Bakıdan oturmuşuq poyza, düz gedmişik Gəncəyə. Gəncədə də o göndərdilər bizi ki, 3 nömrəli hospital filan yerdədir. Oradan taksi ilə gedirik, ora yoxdur. Buradan taksi ilə gedirəm. Hər arada çatanda bir dənə tək səbir gəlir. Ay xala, sənə tək səbir düşür. Deyirdim ki, nə bilim, Allahın səbridir də. Zəng eləyə bilmirlər, hara çatırıq, işıq sönür. Zəng eləyə bilmirlər ki, həmən o çatdan örgənsinlər. 288 deyirdilər deyəsən o vaxt. Çatda zəng eləyirlər ki, biz belə bir adam, heç kəs məlumat vermir bizə. Oradan da yenə taksiyə oturduq. Qabaq Xanlar rayonu var idi. İndi Gəronboy deyirlər deyəsən. Getdik ora. Bizi bir dənə traktora bağladılar taksini. Düz Kəlbəcənin kəlləsinə həmən çasta apardılar. Mən maşından düşmədim. Buz idi yer. Mən də qoşuldum, getdim də kişi ilə ora. Düşmədim maşından. Kişi düşdü maşından, getdi. Atası getdi ki, gedim görüm ki, bu nə telegramadır gəlib. Uşaq burada deyir, Sumqayıtda bizim xəbərimiz yoxdur. Getdik, Gəncədən çatdıq da, ora traktor bizi darta-darta apardı ora. Elə bir ki, qar bax buradan. Biz maşını saxlayan kimi kişi düşdü yerə. Bir də gördüm ki, 5-6 dənə saldat doluşdular maşının içinə. Sən demə, bunlar aşağı düşmək istəyir, maşın gözləyirlər. Mən də qalmışam maşının içində, dedi, mənə düşmə. Getdi yoldaşım şeyə, o komandirlər olan yerə. Bir də gördüm, heç 10 dəqiqə keçmədi, qayıtdı, gəldi. Qayıtdı, gəldi, dedi, gedək uşağı aparıblar Bakıya. Gəl gedək Bakıya.
Deyirəm, biz ora gedib haçan çatarıq, taksi tutaq gedək, deyir, görmürsən, qar soğuqundur, buradan taksi gedir. Qayıdıb gəldim. Oturanda, o ki, oturdu taksidə qabaqda, bu soldatlar da doluşublar mənim yanıma. Qayıtdı, ay əmi, nə əcəb gəlmişsiniz bu vaxt, bu qarda çoğunda? Dedi, biz belə bir teleqrama gəl. Qayıtdılar, o uzun oğlanı deyirsən. Kişi bir dənə belə baxdı, çöndü dala. Uşaqların dili lal oldu, dayı danışmadı. Mən də deyirəm, nə deyir bunlar, uşaqlar nə deyir uzun oğlan? Dedi ki, heç nə, yəqin ki, bilirlər ki, uzun oğlan bu idi də, hələ burada. Ay balam, o həmən taksi ilə gəldik yenə Gəncəyə. Dedi ki, Gəncədən evə gedmirəm mən. Gedim Tərtərə, Mikaili də oradan götürək, gedək evə. Deyirəm, nöş götürürsən Mikaili? Deyir, heç qardaşın aparıblar da yaralanıb, aparıblar buranın hospitalına, Bakıya. Gedim icazə alım, uşaq da gəlsin, getsin qardaşını görsün. Yenə də heç nə başa düşə bilmədim. İnanırsan, əlimdə də sumka, oturmuşam burada maşının içində, getdik, çatdıq. Orada da getdi, komandirini tapa bilmədi ki, uşaq üçün icazə alsın, onu da gətirsin, gəlsin. Deyiblər ki, sən get, daha yəqin deyib olaraq ki, uşaq belə olub, ona görə icazə alıram. O da gəldi, mindi təzdən maşına, qonaq evi var idi orada. Mikailin elə bir ki, Tərtərdə qonaq evi var idi, Bürüc kəndində. Getdik ora, bir alaqaranlıq olan kimi durduq, yenə də mindik maşına, poyuz tərpənməlidir də, Bakıya poyuz gəlir. Mindik poyuza gəlirik. Gəldim, çıxdım, Biləcəriyə çatanda, dedim, ay Elnullah, gəl elib, deyib, buradan taksi tut, hospitala gedək də. Dedi, yox, gedək evə, evə gedək. Evdən bir ineyi sağarsın, süt, kaşa pişirərsən, kaşa da gətirək olsun, isti-isti yesin. Yenə də heç nə başa düşə bilmirəm. Amma özüm onu ilə gedmişəm ki, birdən ayağı zadı donar uşağın, kəsərlər uşağın ayağını. Qoy, mən gedim sənə. Dedi, yox, sən qal burada. Dedim, yox, gedəcəm. Getdim ki, ayağın kəsməsindən. Düşdük burada Biləcərdə. Dedi ki, mən o yana gedə bilmərəm. Gəl gedək evə süt götürək, uşaq üçün süt də aparaq. Gəldim, düşdüm burada. Elə qaça-qaça gəlirəm, əynimdə palto, ayağımda sapıq. Qaçaraq gəldim, yoldaşımı yolda bir nəfər tutdu, kassir var deyə, bilmirəm kimdir. Onunla başladı söhbətə, mən qaçıram ki, tez gedim heyvanı sağım, daldan elektrika bu tərəfdən gələcək, minib ona gedək də təzdən. Maşın da o qədər yox idi, indiki kimi taksi danışmağı yox idi. Elə həyətə çatanda gördüm, bir qonşum vardı burada, rəhmətlik. Hə, gəl dayı. Sən demə, mən üzü o yana gedmişəm, uşağın meyidini gətirib uzadıblar bura. Qapını açmaq istəyəndə gördüm, qapılar laxbalaq açıq, evdə dolu da adamla. Yenə də o qədər şey eləmədim ki, heç ölümü yadıma gətirə bilmirəm. Axı, müharibə yoxdur, bu nədən ola bilər belə? Hələ bayırda yıxılıb qalmışam. Bu da bunun mənzərəsi axırı. Allah sizə də can sağlığı versin ki, bunları işıqlandırırsınız. Çox gözəldir, çox yaxşıdır. Hər kəs də təşkil edib bunlarısa, Allah onlardan da razı olsun, var olasınız. Təşəkkür edirəm sizlərə ki, belə işıqlandırırsınız bunları. Gedən cavanları Allah Teala saxlasın öz nəzərində. Salamat gəlsinlər, ev eşiklərinə çıxsınlar. Bir də belə müharibə görməsinlər. Nə deyim, analara Allah səbir versin, şəhidlərimizə qəni-qəni rəhmət eləsin Allah Teala. İkinci dəfə ki, əskər getmişdi o Mikail oğlum, onun gəldi, birinci dəfə oğlu oldu. Götürüb onun adını qoydum. Adı da özü kimi, indi Milli Qvardiyada işləyir. Əskərliyin də orada elədi, hələ orada seçildi, Milli Qvardiyada işləyir. İndi də nişanlayıb, atası bir ildir, Allah qoysa avqustda toy olacaq. İndi onu səbirsizliklə gözləyirəm ki, bəlkə ondan mənə bir həyan olar. Allah bizim bu dövlətimizi qorusun, bu dövlətimizi bizim qorusun ki, bizim üstümüzdən əksik olmasınlar. Bu cavanlara Allah rəhm eləsin. Dünyamız salamat olsun. Allah sizə də ömür versin.
ki, gəlib işıqlandırırsınız. Sizə də təşəkkür edirəm, gəlmisiniz, zəhmət çəkmisiniz. Şəhidlər ölməz, vətən bölünməz. Bəli, bu kəlmə, bu cümlə doğrudan da belədir. Şəhidlər dünyasını dəyişsə də cismən, ruhları əbədi yaşayır, xalqımız onları unutmağa qoymur. Biz bugün bir şəhidimizin, bir vətən qəhrəmanımızın ailəsinin qonağıyıq. Abdulov Rəfail Eynullah oğlu. Rəfail 1997-ci ildə Murovdağda qəhrəmanlıq zirvəsinə, şəhadətli zirvəsinə ucalmışdır. Geridə qoyduğu yanar ürəkləri, ağlayan gözləri həsrətdə qoydu. Özü getdi, amma əbədi olaraq ürək yarası, evlad yarası qoydu, getdi. Əbədi yaşayanlar sırasında Rəfailimiz də var. Mən əminəm ki, nə qədər ki xalqımız var, vətən uğrunda gedən şəhidlərimizi, qazilərimizi daima yaşadacaqlar. Bugün biz şəhidimizin evindəyik. Bahar anamızın ocağındayıq. Gəldik ki, az da olsa dərdinə şərik olaq. Özümüzlə bərabər ənənəvi olaraq Quran-ı Kərim kitabımızı gətirdik. Gətirdik ki, ananın dərdinə su səpsin, yarasına həmdəm olsun. Ana, bu kitabı sizə bağışlayırıq. Ümid eləyirik ki, şəhidimizin cənnət güşəsində özünə yer tutacaq. Allah razı olsun, çox sağ olun. Allah köməyiniz olsun, yada saldığınıza görə Allah razı olsun. Çox sağ olun, əziz anamız. Sizin əllərinizdən öpürük, ağaran saçlarınıza canımız qurban. Yenə də çox Biz sizin qarşınızda bir ömür borcluyuq. Çünki belə evlad böyüdüb, boya başa çatdırmısınız. Vətənə elə obaya qurban vermisiniz. Milyon yerdən parçalanıb ürəyim, ağrısına dözmək olmur. Ay həkim, yanar tonqal qalayıblar sinəmdə. Atəşini gəlsən söndür, ay həkim. Soruşursan dərdin nədir, dinləsən. Yar köksümü, gəl qəlbimi dinləsən. Ürəyimi başqasına verməsən. Gücü çatmaz ürəyimə, ay həkim. Bəli, yaralı anaların ürəyinə heç kimin gücü çatmaz. Allah bir daha heç bir ananın, atanın ürəyini yaralamasın. Vətənimiz, millətimiz, xalqımız vətən, torpaq, evlad itkisi ilə sınanmasın. Şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə şəfa diləyirik. Allah xalqımızı, ordumuzu, millətimizi qorusun. Qafqaz Müsəlmanlar İdarəsinin rəhbərliyinə, 114 TV kanalının rəhbərliyinə, bütün kollektivinə öz təşəkkürümüzü bildiririk. Sağ olun. Sağ olun ki, şəhidlərimizi, qazilərimizi, vətən qəhrəmanlarını unutulmağa qoymursunuz.